Uşaqlar, bugün ay neçəsidir? 13 Mart, düzdürmü? Bu gün Azərbaycan dili dərsi yoxdur. Biz yenə idman dərsini inirik, imla yazırıq. İndi siz mənə deyin, görün, bizim dünənləri Azərbaycan dilindən keçdiyimiz kitabda, yəni dərsliyimizdə qayda nə? Ay, sağ ol. Qaydamız nə idi? Yer adlarının. Yer adları deyəndə biz nə başa düşürdük? Başqa? Şəhər adı, ölkə adı və başqa? Məsələn, dəniz adı, dağ adı olar, balaca nə yazılmalıdır ki, ancaq deyirsiniz şəhər adı. Bəs yer adları böyünə, yer adı deyəndə təkcə rayonlardan getmək ki, şəhərdən getmək ki, söhbət. Ay, Xəzər dənizi var idi, dünən yazmışdıq. Araz çayı, Kür çayı və s. Uşaqlar, bugünkü imlamız həddindən artıq asandır. Amma bu sırf mənim özüm hazırladım bu imlanı sizə. Ancaq yer adları var bunun içində. Və mən deməyəcəm ki, bu yer adıdır. Görün kim özü cümlənin ortasında bilir ki, yer adları necə yazılmalıdır. Böyle. Və mən sizə köməklik eləməyəcəm. Heç kimə ipucu verməyəcəm. Nöqtəni deyəcəm ki, hə, fikir bitdi, belə deyəcəm. Amma cümlənin bitdiyini deyəcəm, fikir bitdi. Amma mən heç kimə deməyəcəm ki, uşaqlar, yer adıdır ya, şəhər adıdır ya, dəniz adıdır ya, dağ adıdır ya. Bu necə yazmaq lazımdır? Hə, mən onları deməyəcəm sizə. Dünənləri biz sizinlə bir daha xatırlayaq görək. Dağ adı, çay adı, nə adlar öyrəndik dünənləri? Məsələn, çay, göl adıydı. Qışqırma, hə, düzdür. İndi başladıq əla. İndi başladıq imlaya. Başlayaq. Bəli. İmlanın abzasını tapdıq. Aferin, abzası tapdıq. Heç kim mən deyən təkrar eləmir. Hamı ürəyində hərf. Onsuz da sözlər çox asandır. Bir dənə çaşa biləcəyiniz yerlər bayaq dediyim kimi imlada yer adlarını kiçinə yaza bilərsiniz. Ona görə mən kömək eləməyəcəm. Başladıq. Birinci cümləni oxuyuram. Bir gün Əli qatarla, bir gün Əli atası ilə Gəncəyə getdi. Başladıq imlanı. Bir gün. Mən yazdım demək. Başqa qaldır mən biləcəm. Bəli, bir ayrı, gün ayrı. Bir gün. Əli. Demək, böyük olduğum demək. Qoy özləri tapsınlar. Görüm əlini kim balacan yazacaq, sonra baxacağım mən. Ayağı yerlətmiriz. Bir gün Əli atası ilə qolunu niyə yazmısan? Ay, Vüsal, o nədir? O nədir çəkmirsən? Köynək sal uşaq. Atası, sonra ilə ayrıdır təbii ki. Atası ilə tələffüzə baxaram. Atası ilə yazdıq. Gəncəyə. Q yox. G. Mən Gəncəyə demədim ki, balam. Gəncəyə. İnşallah, bəli. Həm xətti bizə görə qiymət yazacağım. 1-5 ona görə, bir qiymət ona görə. Bir qiymət də imlanın düzlüyünə görə. Səthidən sətə keçməyə diqqət yetiririk. Gəncəyə yazdıq. Əla. Aferin. Görürüz, Məhəmməd Əli Demir yazdım. Tez düz oturur, mən bilirəm ki, artıq Məhəmməd Əli bitirib. Aferin. Gəncəyə getdilər. Getdilər. Böl hecaya sərbəst yaz. Ürəyində. Getdilər. Məncə də Şəmsin səsi mane olur yoldaşlarına. Şəms, ürəyində hərflə balam. Getdilər yazdıq. Bəli, aferin. Fikir bitdi, nə oldu? Nöqtə. Əla. İndi yeni cümləni deyirəm. Atası. Rızanca hezi düşdü. Sən durma, dərsi pozma, yaz. Atası yazdıq. Əlini. Atası əlini. Şəmsi. Əlinin yox ha, əlini, yəni oğlunu da, öz oğlunu, əlini. Axırı ilə. Bayaq deyirək ki, Əli atasından getmişdi. Yazır, atası əlini. İlə, bəli, əlini. Gəzməyə. Göygölə apardı. Göygölə. Oğur. Yox, qızım, göygöl bitişi yazılır. Göygölə. İndi onu başını fırlat, özünə yer öz səhvi bilmirsənsə o yığını böyüt.
Göygölə apardı. Apardı. Göygölə apardı yazdıq. Yo, bitişik. Göygöl sözü bitişikdir mən bunu. Göygölə apardı. Hə, treko düş aşağı. Göygölə apardı. Apardı. Yo, Göygöl ayrı apardı. Göyün gölünü deyirdi. Mən dedim bitişikdir. Apardı yazdıq. Fikir bitdi, bəli. Apardı, fikir bitdi. Yeni cümlə necə yazacaq? Bəli, böyle yazacaq. Apardı azsa. İndi yazacaq. Sonra qatarla yəni qatar ilə də, qatarla sözün qısaldıb deyirəm ki, qatarla. Sonra qatarla Bakıya qayıtdılar. Bakıya. Sonra qatarla yaz, sonra Bakıya. Bakıya qayıtdılar. Qayıtdılar yaz. Ne yazdın? Yazmısan da qatarladır. Bakıya, xəttə fikir ver, Rıza, xəttə fikir ver. Bakıya qayıtdılar. Buyur oğlum. Bildim. Mən biləcəm, o oxşamır. Xəttə fikir ver. Qayıdılar oldu. Qayıtdılar, yox, qayıdılar yazdım. Nərgiz, diqqətli ol. Qayıtdılar yazdıq. Dəftəri ötür, özün düşməsin də dəftərə baxın. Aralarımız var, Hüseynə. Qayıtdılar yazdıq. Fikir bitdi. Qayıtdılar. Düz yazmışsan. İndi davam edirik. Cümlə necə yazılacaq? Yaxşı elədim. Böyünə. Başlayırıq. Xəzər dənizinin, yox, yazın. Xəzər dənizinin, İstədim Xəzər sözünü salım ortaya. Görüm kim böyünə yazacaq, amma eyb yox. Olsa demişik yer adlarını. Xəzər dənizinin Yox, bala. Uşaqlar, Xəzər dənizinin sözündə hansı böyünə yazıb, hansı kiçinə yazıb? Bəs dəniz necə yazılmalıdır? Balaca ilə. Xəzər dənizinin. Baxın. Hə, yox, hecəyə belə düş aşağı. Bax, burada sənin bu boyda yerin var idi. Bu nədir? Bu nədir qızım? Bu nədir? Hə, qutarıbsa yerin düş aşağı. Xəzər dənizinin, bəli, hecəla yaz. Xəzər dənizinin sahilində Səncə qızım? Sahilində Sahil adam adı deyil ki, mən adam adı kimi verməmişəm ki. Xəzər dənizinin sahilində Yox qızım, insan adı deyil, yer adı deyil. Sadəcə olaraq dənizin sahilini bildirir. Xəzər dənizinin sahilində yazdıq. Xəzər dənizinin sahilində xeyli gəzdilər. Xeyli. Nə bilirsən? Düzə, indi yaz. Xeyli, aralı yaz. Xeyli. Hətta tənbəllik edirik, texnologiya var. Sahil, inşallah heç olmaz. Xeyli gəzdilər. Vüsal yaz ha, Vüsala. Sonra demə, mən yemək qiyməti almadım. Xeyli gəzdilər yazdıq. Yeni cümlə sonuncunu deyirəm ki. Canım alacaq Vüsal. Bəli. Üzümüzdə yazmışıq, dodağımız olmuşuq pişik. Buradan bığların çıxıb sən. Gəzdilər, fikir bitdi. Yeni cümləni deyim, sonuncu cümləmizdir. Atası. Bayaq nöqtə qoydum, yeni cümlə, bəli. Atası. Gəzdilər nöqtə, sonra Əli yazdın atası. Xəttə fikir veririk ha. Atası yenə Əliyə, yəni oğluna da Əliyə. Bir qiymət xəttə görə, nə? Hə, yenə Əliyə. Atası Əliyə. Əliyə söz verdi. Söz ayrı, verdi ayrı. Söz verdi. Kini ayrı dedim. Değil mi? Kini bəli, həm ayrı dedim, həm də uzatdım. Deməli vergi olacaq. Verdi, sonra aralı ki. Bəli.
Bəli. Vergül. Verdi 2. Uzatdım ha. Bəli. Düzdür. 2-ni ayrı və vergül. Aferin sizə. Verdi 2. Yayda. Vergüldən sonra yazdırıq. Yayda. Yay böyle niye kızım? Yayda. Yay fəsli də qızım. Yayda. Yayda. Yox, yayda. Yayda yazdıq. Yazın onu. Yayda onu. Yayda qara salmısan aşağısı. Yayda onu. Qara salma. Yayda onu. Məhəmməd Əli bitirib, Süreyya bitirib, İslam Əli bitirib. Yayda onu. Yox, hələ bitməyib axı. Onu yazdıq. Axırı onana, onu. Qubaya aparacaq. Qubaya. Nə bileyim, mən bilmirəm, böyüdü, kiçikdir, onu siz bilərsiniz. Qubaya. Qubaya. Qubaya aparacaq. Mən stolun üstünə nəsə yaxınlayım. Yəqin özün yaxımsan, qızım, Safet qaynasın. Ver eləməni, gözlə. Gözlə, gözlə, Qubaya aparacaq, hə. Mən baxadım. Yox. Sıranın aidiyyatı yoxdur. Onsuz da düz alanın 2 qiymət alacaq. Baxıram mən də burada. Dayan, tələsmə. Ver. Sonra ver. Kızla çevirməmsən axı balam. Xəttimiz uçur. Qaramız var. Ver görün balam. Əli Hüseyin xəttə baxaq. Allahım qaralara bax. Bu nədir? Ver görün Məhəmməd Əli. Həsən Əli ver baxaq. Uğur verdin sən. Banu verdin. Ver görün Süreyya. Qaralarımıza bax. Hüseyin Əli ver. Sən də ver. Sən də qoy. Və kulminasiya oldu ki, bu sal. Sən ver görün Banu. Əyləşlərsə, vermisənsə əyləş balam. Səni ayrı yoxlayacaq. Sonra kim qaldı? Şəmsi ver. O üçün gizlədirdim bu qaralarıma görə. Belə. Düz oturun baxım sizə indi.